Deməli, məscidin içi bu şəkildədir. Yəqin bura bağlı yerdir, xanımlar üçündür. Çox böyük məsciddir və memarisi çox xoşuma gəldi. Yenidən bərpa işləri aparılıb böyük ehtimalla. Belə gözəl bir məsciddir. İlisu Ulu Məscid. Qalx, İlisu manzarasını bitirdim. Salamünaleyküm. Sağ olsun Cavad qardaş. Qalmağa yer verdi mənə, bir gün qaldım. Yemək verdi, yeməyini paylaşdı, çay verdi. Gecə mənim üçün peçkaladı. Çox yaxşı oldu əslində. Sağ olsun, dəstək oldu mənə. Sol topuğum gölə çıxıb düşərkən hovuza biraz daha incindi. İndi ağrıyır və çiynindəki beşdə ağırlıq verir. Ağrısı artıb. Ümid edirəm bir maşın rast düşər. Çox getmədən məni qaxa çatdırar. Evin gözəlliyinə baxın. Çox xoşuma gəldi yəni. Saat 6:10 dəqiqə və həyat burada artıq yavaş-yavaş sönür, sakitləşir. O çox huzurlu, dincdir. Hoşuma gəldi yəni. İnsanın əsəbləri sakitləşir, ruhu dincəlir. Gəldim mehmanxanaya yerləşdim. İstəyirəm ki, gəzəm. Həm də 35 dəqiqə hovuzda, o isti hovuzda qaldığım üçün artıq bugün biraz daha qapalı və isti bir yerdə qalmağımda fayda var ki, onun effekti olsun. Həm də qaxı çox sevdiyim üçün dedim, gəlin biraz gəzim buralarda, sabah yola çıxarım. Həm Serbiyada da, Bakıda da qaxlı iş yoldaşlarım sülhünü çox tərifləyirlər. Bura məxsus bir yeməkdir. Mən də onu dadmaq üçün bir restoran soruşdum. Mənə dedi, ən dadlı bişirəcək restoran. İndi ora doğru gedirəm. Sifarişimi vermişəm, gözləyirəm. Görək sülhü necə bir yeməkdir. Təzə ətlə verdim. Bir qaxasla olur, qurudulmuş ətlə, bir də təzə ətlə olur. Mən təzə ətlə yiyəcəm, görək necə dadır. Sülhümüz gəldi, belə bir şeydir.